tarixini. Ona görə. Yaxşı. Ərəb xilafəti 7-ci əsrdə dünya tarixində həm yeni bir dövlət, həm də yeni bir din yaranacaqdı. Bu din və bu dövlət Ərəbistan İslam dini olacaqdı. Ərəbistan yarımadasında yaranan bu dövlət. Ərəbistan yarımadası baxın buradadır. Səudiyyə Ərəbistanı burada yaranacaqdı. Bu bölgədə yaranır İslam dini və elə dövlətin özü. Dövlətin də yaradıcısı və dini yayan şəxs Məhəmməd Peyğəmbər olacaqdı. Ərəblər əvvəllər köçərlə məşğuldur. Ərəblər Slavyanlar kimi, Germanlar kimi ibtidai quruluşdan birbaşa feodalizmə keçdilər. Quldarlıq görmürlər. Çöl bədəviləri deyilir bunlara. Yəni köçərlə məşğul olduğu üçün bədəvilər deyilirdi. Və belə deyək də səhra gəmisi adlandırdıqları dəvədən istifadə edəcəkdilər. Bunlara çox elə heç qəbulda falan görmürük. Yəni çox belə şey deyil. İndi biraz bəzi sınaqlara salırlar, eləyirlər, amma qəbulda belə bir sıfır şey yoxdur. Amma əsas məsələ nədir? Biz belə deyək də Məhəmməd Peyğəmbərə baxarıq birinci. Məhəmməd Peyğəmbər 570-ci ildə dünyaya göz açır. 570-də. 610-cu ildə ona Peyğəmbərlik verilir. Yəni vəhy gəlir, ilk vəhy deyilir, Peyğəmbərlik verilir 610-cu ildə. Ondan 3 il sonra İslam dinini yayılmağa başlayır. 622-ci ildə Məkkədəki olan təzyiqlərə tab gətirməyə, Məkkədən Mədinəyə köç eləyəcəkdi. Bu hicrət adlandırılacaqdı. 624-cü ildə Bədir döyüşü baş verir. Məkkə və Mədinələr arasında və ya da kafirlərlə müsəlmanlar arasında. Bu döyüşdə Məhəmməd Peyğəmbər qələbə qazanacaqdı və bu onun nüfuzunu qaldıracaq. Və 630-cu ildə Məkkəyə daxil olaraq yeni bir dövlət olan Ərəbistan və ya da Ərəb xilafətinin əsasını qoyacaq. 7-ci əsrdə yaranması xilafəti hansı dövlətinə oxşar edir? Xəzər xaqanına oxşar edir, ikinci Götüşünə oxşar edir. Yeni sülalə hakimiyyəti isə Albaniyada Mehranləri və ya da Girdiman knyazlığı verirsiniz. Yəni 7-ci əsrdə yaranan Xəzər xaqanlığı, Girdiman knyazlığı, ikinci Göytürk və Ərəb xilafətini verəcəksiniz. Bu Ərəb xilafəti demək ki, ümumiyyətlə özü 3 dövrə bölünür. Bizə lazım olan ilk 4 xəlifələr dövrü, birinci. Məhəmməd Peyğəmbər və ilk 4 xəlifələr dövrü. Məhəmməd Peyğəmbər dövrü 630-632-dir. İlk 4 xəlifələr dövrü isə 632-dən 661-ə kimi. Əbubəkir, Ömər, Osman və Əlinin dövrləri gedir, ilk 4 xəlifələr. Hansı ki, burada xəlifələr seçki yolundan seçilirdi. Yəni demokratik xalq çıxırdı, iclas toplanırdı və seçilirdi. İlk 4 xəlifələr dövrü, xilafət, bütün Ərəbistan yarımadasını ələ keçirəcəkdir. Sonra kimlə müharibəyə başlayır? Sasani, Bizans, Xəzər. Sasaninin tərkibində də Albaniyanı da verə bilərsiniz, fərqi yoxdur. Bildiyimiz kimi, birinci Sasanilərlə döyüşləri sayırıq. Bu sizin kitabınızda yoxdur, Azərbaycan tarixi kitabında var, amma biz qəbulda yadda saxlanır. Bu ikisi bir yerdə düşür, yadınızda qalsın. Sasanilərlə müharibələr, Sasani, orada kağız səsini yığışdırın. Sasani Ərəb müharibələri. 633-cü ildə bilirsiniz, sərhəddi keçirən. 636 Kadisiya döyüşü, 637-ci il Ktesifon döyüşü, 639 Qəzvin döyüşü, 642 Nəhavət Həmədan, 643 Cərmidan döyüşləri olacaq. Bu döyüşlərin hamısında kim qələbə qazanır? Ərəblər qələbə qazanacaqdır. Burada bilirsiniz də artıq oradakı hissələrə girmirəm, yəni İsfəndiyar falan filan söhbətlərə girmirəm, onu heç soruşmayacaq da, əsas bunları bilməlisiniz. Burada bunları eləyir, ilk 4 xəlifələrin dövründə. 644-cü ildə Ərdəbil üsyanı yatırır, 644-cü ildə. Bir də burada 651-ci ildə üzr istəyirəm, Sasani dövləti süqut oradır. Sasani dövləti süqut olması İran, Azərbaycan işğal ediləcək. Bizansla müharibə nəticəsində bu döyüşlərin hamısı qeyd edilməsi üçün müdaxilə. Bizansla müharibə nəticəsində Suriya, Fələstin və Misir ələ keçiriləcək. İndi elə bundan ayrı-ayrılıqda biz baxırıq. Suriya
Fələstin, Misirin tutulması, Ərəb xilafətini, Makedoniya, Roma, Əhəmənin oxşar cəhətdir. Bax, 3 dənəsinin oxşar cəhət. Bir daha deyirəm. Suriya, Fələstin, Misir üçü bir yerdə verirəmsə, üçünü də bir yerdə verirəm. Makedoniya, Roma, Əhəməni və Ərəb xilafəti. Amma Suriya tək versən, bu dövlətlər arasına, Makedoniya, Əhəməni, Ərəb xilafəti və dövlətlər arasına bir dənə də heti verir. Hetləri verəcək. Başa düşdünüz? Bax, oxşar cəhətlərdən biri bu olacaq. Misirin özünü də versin ona. Misirin özünü də verir. Bəli, Suriya verəndə Misiri də verir. Misiri də verir. Zaten Makedoniyada Misiri də verir. Bax, ancaq Suriya verəndə. Bax, belə baxırsınız videorolikə, elə də qeyd edirsiniz. Başa düşdünüz? Sonra, dedi ki, Xəzərlərlə hansı döyüşlər olacaqdı? 643 və 653 döyüş. Bu döyüşlər 1-ci, 2-ci Bələncərlərdə Xəzərlər qalib gələcəkdi və Şərqi Avropaya ərəblərin irəliləməsinin qismən də olsa qarşısını alacaq 7-ci əsr. Bu dövrdə bilirsiniz, ilk 4 xəlifənin dövründə Azərbaycanda yeridilən bir vergi siyasəti vardı. Hansı vergi siyasəti idi? İqtisadi tədbir deyilir buna. Yadınızda saxlayın, biz sual cavab belə verəcəyik. İqtisadi tədbir deyilir. Nə idi bu? Vergilərin miqdarı aşağı salındı və əkin və torpaqlardan vergi alınmamağa başladı. Bax, bu xəlifəliyin, ilk 4 xəlifənin dövründə görülən tədbir. Sonra gəldi yeni sülalə olan Əməvilər dövrü. Əməvilər dövründə 661-750. Biz Sasaniya sıradan çıxartmışdıq ilk 4 xəlifə, düzdür. İndi kimlə müharibəni davam edirəm? Bizans, Xəzər, Albaniya ilə müharibə nə olur? Hələ də davam edir. Xəzər müharibələr və Albaniya ilə müharibələr davam edəcəkdir. Üçü ilə müharibə davam edir. Əməvilər dövründə. Bu müharibələr davam edir. Sonra gəldik Əməvilər dövründə. Bilirsiniz ki, 667, 670 Cavanşirlə görüş və Cavanşirin asla salınması olacaqdı proses. Bundan bitəcəkdi. Sonra bundan bərabərində Misirdən, baxın, burada siz 3-4 xəlifələrin dövründə, baxın, siz Səudiyyə Ərəbistanı, İraqı, İranı, Azərbaycanı, Suriya, Fələstini, Misiri tutmuşdunuz, düzdür? İndi gəldim bura. Əməvilər dövründə işğallar davam edir. Müasir Liviya, Əlcəzair, Mərakeş, Tariqin rəhbərliyi altında 711-ci ildə Cəbəl Tariq boğazı keçirir, öz adından səsləndirir. İspaniyada Veskotları məğlub edirəm və çıxıram indiki müasir Frans ərazisinə. Frans ərazisində Frank dövləti ilə müharibəyə başlayıram. Həmçinin burada da işğalları davam edirəm. Müasir Əfqanistan və Hindistan ərazilərini şimal-qərbini ələ keçirir. Bu ərazilərdə ələ keçirilmiş sayılacaq. Yəni, Şimali Afrikanı tutacağım, İspaniyanı tutacağım, Hindistan tutacağım, bu əraziləri tutacağım. Şimali Afrika və İspaniyanın işğalını Roma ilə oxşar cəhət verirəm. Bildiniz bu. Hindistana hücumu və ya şimal-qərbini tutmasını Əhəməni, Makedoniyalı İskəndər, Axund, Qəznəli və Ərəb xilafətinin oxşar cəhət verəcək. Bu da Hindistan olacaq. Sonra gəldik burada nəyə? 711-ci ildə dedik ki, nə elədik? Cəbəl Tariq boğazını keçirik, İspaniyanı fəth edirik və çıxırıq şeyə. 731-ci ildə Savalan döyüşü olur Xəzərlərlə, məğlub oluram. 732-ci ildə Franklarla Poitiers döyüşü olur. Demək, müharibə apardığım 1-2-3 dövlətin yanına bir də nəyə artıram? Frankı artıram. Franklarla müharibə olur və burada da məğlub oluram. Və beləliklə ərəblərin Qərbi Avropa girişinin qarşısını alır. Baxın, Şərqi Avropa girişinin qarşısını alan kimlər idi? Xəzərlər. Qərbi Avropa girişinin qarşısını alanlar Franklar olacaqdı. İndi gəldik. Sonra Xəzərlərlə müharibələr davam edə bilirsiniz. 7-ci əsr, 8-ci əsr, 30-cu illərində Hilat döyüşü olacaqdı, Bələncərlər döyüşü, Bələncər döyüşü olacaqdı, Bələncər şəhərini ələ keçirəcəklər, amma yenə də müharibələr davam edəcək. Burada Əməvilər dövründə bilirsiniz 705-ci ildə Albaniyanın varlığına son qoyulur və Azərbaycan Aran Əmirliyi adlandırılır. Azərbaycan Əmirliyi adlandırılır. Aran Əmirliyi mərkəzini Bərdəyə köçürür. Azərbaycan Əmirliyi mərkəzini isə Marağaya köçürəcəkdir Ərdəbil.
Həmçinin bununla bərabərində nə edəcəkdik? 725-ci ildə siyahıya alma keçirilir və siyahıya alma nəticəsində vergilər miqdarını da qaldıracaqdıq. Emalatxanalar və meyvə ağacları üzərində vergi qoyacaqdıq. Əməvilər dövründə artıq əhali narazılaşmışdı. Çünki ilk 4 xəlifələr dövründə İslami ehkamlardan uzaqlaşıb milliyyətçi bir mövqe tutmağa başladı. Ancaq müsəlman olmadı, ərəblərə daha çox üstünlük verilir, qeyri-millətlər isə əzilməyə başladı. Bu əməvlərə qarşı narazılıq yaradı. Bilirsiniz ki, 8-ci əsrin ortalarında Azərbaycanda, Beyləqanda müsafir üsyanı baş verir. Buna görə xilafətin bu ağır vergi siyasəti və istismarçı siyasətinə qarşı, bir də Mərkəzi Asiyada Əbümüslüm üsyanı baş verəcək. Əbümüslüm üsyanından istifadə edən xilafət daxilində sülalələr hakimiyyət çevrilişi eləyəcəklər. Hakimiyyət çevrilişi nələr idi? Allah, pozum yoxdur. Silgi yoxdur. Hakimiyyət çevrilişi eləyəcəklər. Hakimiyyət çevrilişi 750-ci ildə Abbasilər gələcəkdir. Abbasiləri hakimiyyətə gətirdik. Abbasiləri hakimiyyətə gətirəcək. Abbasi sülaləsi dövrü 750-1258-ci il. İndi gələk yeni. Kimlərlə müharibəni davam elətdirən? Frank, Bizans və Xəzər. Albaniya getdə 705-də bilirsiniz. Frank, Xəzər və Bizansla müharibə davam edir. Abbasilər dövründə, bu dövrdə Abbasilərin gəlişi Əməvi sülaləsinin etirazına səbəb olur və gələcəkdə keçəcək bunu. İspaniyada Əməvi sülaləsi Abbasi hakimiyyətini tanımayaraq, yəni hakimiyyəti qeyri-qanuni ələ keçirdiyini iddia eləyərək İspaniyada Kordova xilafəti yaratdılar. 8-ci əsrin ortalarında. Bu isə 8-ci əsrin ortalarında Kordova xilafəti yarandı. Bu isə artıq xilafətdə ilk parçalanmanın əsasını qoyan bir proses idi, yadınızda qalsın. Sonra Abbasilər bilirsiniz ki, müsafir üsyanını yatıracaqdı. Bütün üsyanları yatırır və mərkəzi hakimiyyəti gücləndirəcək. Bu dövrdə Mərkəzi Asiya uğrunda müharibə baş verəcək. Bu müharibə Çinlilərlə Talas döyüşüdür. Talas döyüşü olacaqdı 751-ci ildə. Təqribən 5 gün ya 7 gün çəkən bir döyüşdür. Hər günündə Çin qələbə qazanır, amma Talasın sonuncu gündə, 5-ci gündür, ya 7-ci gündür, tam yadımda deyil. Sonuncu gündə Çinlilər tərkibində vuruşan qarlıq türkləri var idi. Mövqe dəyişir, yəni Çinliləri bir növbədə satırlar və keçirlər ərəblərin tərəfinə və Talasda ərəblər qələbə qazanır. Lakin ərəblər qələbə qazansa da Mərkəzi Asiyada irəliləməyəcəkdilər, olduqları yer dayanacaqdı, qalan hissədə yenə də qalacaqdı. Və bilirsiniz, Talas döyüşü nəticəsində Uyğurlar Mərkəzi Asiyada mövqeyi gücləndirəcək. Çinlə müharibə aparmaq kimlə oxşar cəhət eləyəcəkdi bu dövləti? Asiya Hun dövləti, 1-ci, 2-ci Göyçü dövləti və Uyğur dövləti olacaqdı. Sonra gəldik, Franklarla müharibə davam eləsə də Böyük Karlın dövründə diplomatik əlaqələr qurulacaqdı. Diplomatik münasibətlər qurulacaqdı. Sonra Abbasilər dövründə, bu dövrdə ən güclü üsyan bilirsiniz ki, Xürrəmlər hərəkatı olacaqdı. 778-837-ci illərə əhatə edir. Bu üsyanı yatıracaqdı. Üsyanı yatırarsa Möhtəsim olacaqdı. Möhtəsim bilirsiniz ki, Bizansla sülh müqaviləsi imzalayır. Bizansla sülh müqaviləsi imzalanması 1-ci Xosrov Ənuşirvandan oxşar cəhətdir, 3-cü Yezdicirdən oxşar cəhətdir. Bu forma verirsiniz. Yəni 2 Sasani hökmdarını da verəcəksiniz. Sonra Bizansla mübarizə aparması Ərəb xilafətini 1-ci Göytürkdən oxşar cəhət eləyir, Sasanidən oxşar cəhət eləyəcəkdir. Bu formada, yəni oxşar cəhət kimi də yenə eyni qaydada verəcəksiniz. Sasani ilə müharibə aparması xilafəti nəyə kimi oxşar cəhət eləyir? Albaniya ilə oxşar cəhət eləyir, Bizansla oxşar cəhət eləyir, Roma ilə oxşar cəhət eləyir, Axunla oxşar cəhət eləyir, 1-ci Göytürkdən oxşar cəhət eləyir. Yəni bu forma oxşarlıqları qeyd edirsiniz artıq. Sonra gəldik nəyə? Azərbaycanda vergi siyasətini bilirsiniz. 15 yaşına çatmış hər bir şəxsdən vergi alınmağa başlanacaqdı, vergilərin miqdarı qaldırılacaqdı və vergilər artıq torpağın sahəsinə görə alınacaqdı. Bu dövrdə bunları dedik. 8-ci əsrin sonlarında bilirsiniz ki, Azərbaycanda rəvvadi və məziyyəti əmirlikləri yaranacaqdı.
əmirliklər yaranacaqdı. 8-ci əsrin sonunda Xəzərlərlə müharibə başa çatacaqdı və Xəzərlər ərəblərin Şərqi Avropaya irəlilməsinin qarşısını alacaqdı. Həmçinin xilafət də Azərbaycanda Xəzərlərin mövqeyinin güclənməsinin qarşısını alacaqdı. Emin alacaqdı. İndi gəldik nəyə? Burada bunlar dedikdən sonra 10-cu əsrdə bilirsiniz ki, Azərbaycan feodal dövləti olan Sacilərlə müharibə baş verir. 917-919-cu ildə Sacilərlə müharibə olur. Sonra 11-ci əsrin 50-ci illərində Səlcuqlardan asılılığı qəbul edir. Səlcuqlardan asılılığı qəbul eləmək Şirvanşah, Rəvvadi, Şəddadi ilə oxşar cəhətdir. Səlcuqlarla müharibə aparmaq Şirvanşah, Rəvvadi, Şəddadi, sonra Ərəb xilafəti, Qaraxani və Qəznəvi ilə oxşar cəhətdə verə bilərsiniz burada. Yəni bunu götürə bilərsiniz. Sonra Sacilərlə müharibə aparmaq Ərəb xilafətini Kartikaxete çarlığı, yəni Gürcü çarlığı ilə, o vaxt Kartikaxete getmir, Gürcü gedir. Gürcü çarlığı Şirvanşah da verə bilərsiniz, problem yoxdur. Sonra bundan sonra nə gələcəkdir? 11-ci əsr 50-ci ildə bunu dedik. 13-cü əsrin 50-ci illəri isə Hülaki xan hücum edir Bağdada və Bağdad dövründə də Bağdada daxil xilafətin varlığına son qoyacaq. İlk 4 xəlifənin dövründə paytaxt şəhərləri Məkkə, Mədinədir. Əməvilər dövründə paytaxt şəhər Dəməşq olacaqdı. Abbasilər dövründə isə paytaxt şəhər Bağdad olacaqdı. Bəzən Abbasiləri Bağdad xəlifəsi və ya da Bağdad xilafəti də deyilir. Eyni şeydir, yəni eyni dövlət mənasında verəcək. Torpaq mülkiyyət formaları bilirsiniz standart divan, iqta, xəlifə torpaqları hökmdar və onlara isə məxsus divan dövlət torpaqlarıdır, iqta xidmət müqamilə verir, vəqif dini idarələrdir, icma hamının istifadə elədiyi torpaqlardır və yaxud da cəmaət torpaqlarıdır, mülk mənim özümün irsən keçən torpaqlarıdır. Vergilər isə nədir? Xərac, ciziyyədir, sonradan üşürüydü, sədəqə, fitrə, zəkatlar olacaqdır. Bir də xəlifə möhtəsimə həm Bizansla müqavilə bağlayan hökmdar kimi verir, həm Xürrəmlər hərəkatını yatıran hökmdar kimi verir, həm də türk tayfalarını orduya cəlb edən hökmdar kimi də verəcəksiniz. Oldu. Bu da sizin bir dənə xilafət dərsiniz. Amma Azərbaycanda.